Bütün sualların cavabı isə çox dəyərli insan, bizim əzizimiz Gülşən Rüstəmova, klinik psixoloq qonağımız bizimlədir. Xoş gəldiniz Gülşən xanım. Gülşən xanım, xoş gördük, xoş gəlmişsiniz. İctimai qınağın vacibliyi həyatımız üçün önəmli məsələlərdən biridir və əgər biz yeni məfhumlar düşünürüksə, biz bilirik ki, sosial media üzərindən blogerlər var, influencerlər deyirlər. Bunların hər biri ictimai qınaqla üzləşirlər. Bəli. Və Aytaç, sən də o silsilədəsən, mənə elə gəlir. Amma ictimai qınaqla bilmirəm, üzləşirsən yoxsa yox. Amma bir sıra məsələlərin, problemlərin həlli istiqamətində ictimai qınağın xüsusi bir rolu olur. Rolu var və bəzən bu ictimai qınaqda bu tanınmış blogerlərə də müraciət edirlər ki, sizin kütləniz, izləyici kütləniz daha çoxdur. İctimai qınaq vacibdirmi? Belə başlayaq. Vacibdir. Nəyə görə vacibdir? Çünki biz cəmiyyətdə yaşayırıq və cəmiyyətin bir parçasıyıq. Biz müstəqil fəaliyyət göstərmə sahəmiz çox azdır və daha çox cəmiyyətlə ünsiyyətdə oluruq, sosial bir varlıqlar olduğumuza görə bizim üçün ictimai qınaq çox vacibdir. Sadəcə olaraq nə dəyişməlidir desəz, bu günümüzə uyğun ictimai qınaqda tənzimləmələri dəyişməliyik biz. Hansı tənzimləmələri dəyişməliyik biz? Əvvəllər sosial medianın bu qədər aktiv olmadığı bir dövrlərdə kütləvi informasiya vasitələrinin bu qədər nüfuz etmədiyi, bu qədər nüfuz sahibi olmadığı bir dövrlərdə daha çox yazılmamış qanunlar deyən bir düşüncələr var idi ki, insanlar bir-birinə bunu ötürərək nəsillərdən nəsillərə keçirilirdi ki, etika normalarıdır, mədəniyyət formalarıdır, hansı ki, cəmiyyətin üzvüsənsə, cəmiyyətin qarşısında olduğu vəzifələrin, bunlar daha çox şişirdilirdi, qabardılırdı və demək olar ki, burada balans pozuntusu əmələ gəlirdi. Çünki burada insanların hüququna demək olar ki, toxunulmurdu, sərhədlərinə toxunulmurdu. İnsanların yalnız vəzifələrini, vəzifə borclarını daha çox şişirdirdilər ki, sənin ölkəyə, dövlətə, cəmiyyətə, xudu təhsil aldığın yerə, işlədiyin yerə, yaşadığın yerə vəzifələrin var, vəzifə borcun var, onu daha çox yerinə yetir. Ona görə bu ictimai qınaq məfhumu bugün bir mənalı qarşılanmır. Yəni, ictimai qınaq deyən kimi daha çox bir aqressiv bir his başa düşülür ki... Amma doğru düzgün ictimai qınaq vacibdir də. Yəni, bir var ki, əsaslı, qərəzli ictimai qınaqdır. Bunun hansısa alt mənaları var. Yəni, onsuz da ictimai qınaqlar yazılan problemlərin hər biri, yəni buna problem də deyə bilərik ki, işıqlandırırlar ki, bu məsələ gündəmdə qalsın. Amma problemlə daha yaxından tanış olanda və yaxud yazılanları oxuyanda görürsən ki, bu da bir qərəz var. Ona görə də burada bir balaca tərəzi məsələsi çox önəmlidir ki, müsbət, mənfi tərəf və yaxud hər hansı bir ictimai qınağın doğrudan qınaq olduğunu düşünməliyik mi? Bax, burada da seçim eləmək lazımdır. Bilirsiniz, bir məfhumu, bir həqiqəti, bir ədaləti, bir balansı biz axtaran zaman sadəcə ədalətli olmayanları seçərək üzə çıxardıb, bunlardan canımızı qurtara bilmərik. Burada düzgün getmir, doğru getmir, yol doğru deyil. Əvvəla cəmiyyətdə formalaşmış bir düşüncə var, kök salıb bu və nəsildən nəsillərə ötürülüb. Bunu bir göz qırpımında ləğv eləmək mümkün deyil, hər hansı bir düşüncəni. Bir tərəfi budur məsələnin. Məsələnin ikinci tərəfi odur ki, ən bəsit situasiyalarda belə insanlara qadağan qoymaq çox çətindir. Və biz insanlara qadağan qoyan zaman onun əvəzində nəsə təklif eləməliyik onlara, hansısa bir fikir təklif eləməliyik. Məsələn, alternativ. İndi daha çox eşidirsiniz yəqin son zamanlar ki, filan yol bağlanırsa, filan alternativləri təklif edirlər. Baxırsınız, burada necə balansa yol verirlər. İctimai qınaqda da elə olmalıdır. Nəyinsə ləğvini istəyiriksə, nəyinsə yox olmağını istəyiriksə, alternativlər təklif eləməliyik. Tənzimləmələrimiz yanlışdır. O zaman Gülşən xanım, belə bir məsələyə toxuna bilərikmi? İctimai qınaq vacibdirsə, tənqid, təhqir olmadan olmalıdır bunlar. Ümumiyyətlə təhqir olmamalıdır. Ümumiyyətlə şiddətin heç bir növünə yol verilməməlidir. Ümumiyyətlə bunu deyirlər ki, siz psixoloqlar deyirsiniz ki, öz sərhədlərini çək, yəni sərhədlərini çək nə deməkdir? Bunu da hətta yanlış anlayırlar. Sərhədlərini çəkmək o demək deyil ki, mən mənəm, mən toxunulmazam, mən müəyyən bir yerdəyəm və mənə yaxınlaşmayın. Qətiyyən bu demək deyil sərhəddi çəkmək. Sərhəddi çəkmək öz sərhəddi sərhəddini tanıyan insan qarşısındakı insanın da sərhəddini tanıyacaq. Başqasının sərhəddini pozmamağa çalışacaq ki, balansızlıq yaranmasın. Onun da hər ehtimala qarşı sərhəddini pozmasınlar. Yəni ona görə də o balans axtarışına girən zaman buradan yönəlsək və insanlara təkcə vəzifələrini deyil, həm də hüquqlarını izah eləsək, dünyavi işləri, qlobal mövzuları bilirsiniz necə təklif eləmək lazımdır insanlara? Ümumiyyətlə siz deyirsiniz ki, qərəzli yaxınlaşmaq
yanaşma var. İnsan cəmiyyəti nə qədər olacaqsa, bu kədərli də olsa belədir. Hər zaman qərəzli mövqe olacaq. Bu mümkünsüzdür. Yəni insan nə qədər tolerant olsa, nə qədər humanist olsa, nə qədər də dünyavi olsa, sosial olsa, yenə qərəzli informasiyalar var, yenə qərəzli mövqe var və heç kəs sığortalanmayıb bundan. Ona görə də o qərəz hissini görməzdən gəlib, ignor edib deyil də, qərəz hissini qəbul edirik ki, mənə qarşı qərəzli ola bilərlər. Mən ona görə həm hüququmu təklif eləyəndə insanlara, həm də vəzifə borcumu təklif edirəm. Həm də qarşımdakı insanla əməkdaşlıq edərək onun da sərhədlərini tanıyıram. Gülşən xanım, belə bir sual vermək istəyirəm. Bu ictimai qınaq təkcə bizə məxsus deyil, yəni bizim cəmiyyətimizə məxsus deyil. Bütün dünyada bu keçərlidir və artıq sosial media çıxışımız rahat olduğundan biz tez-tez müzakirələr görürük. Dünyaca məşhur insanların ictimai qınağa məruz qalmağının səbəblərini araşdırırıq və bütün bu məsələlər içərisində cəmiyyət olaraq, cəmiyyətlər fərqlidir axı. Bizim də özümüzün, cəmiyyətimizin qəbul etdiyi dəyərlər var ki, o dəyərlərdən çıxmamaq şərti ilə bu ictimai qınaq qəbul olunur. Yoxsa yox, elə biz də rahat bir şəkildə digər cəmiyyətlərdə olduğu kimi açıq-aşkar mı danışmalıyıq? Amma bəzən Elnur, həm də öz dəyərlərimizi, bizim inandığımız, bizim gördüyümüz dəyərləri biz hamıya qəbul etdirmək istəyirik. Biz də bu səbəbdən başlayırıq. Çünki ictimai qınağın müsbət tərəflərini də görmüşük. Yəni hər hansı bir insan səhv eləyirsə, özünü müasir sayır, nə bilim nələrəsə özünə icazə verirsə, ictimai qınaq sahəsində artıq bir balaca özünü yenidən toparlayır, çərçivələyir ki, yəni bu qədər qınağa səbəb olmayım. Bilirsiniz, burada bir vacib məqam var, çox vacib bir məqam var. Hardasa bəlkə də bir 20-25 il bundan qabaq mən də sizin kimi düşünərdim ki, cəmiyyətdə müzakirə olan mövzular xoşdur və bundan müsbət nəticə çıxartmaq üçün bu mövzunu işıqlandırmaq lazımdır. Amma bugün süni şəkildə ictimai qınağa bir yem kimi verilən mövzular vardır ki, burada da böyük qərəzdən söhbət getdiyi üçün biz hər ictimai qınağın gəldiyi nəticəni də vacib qərar kimi qəbul edə bilmərik. Bunu ədalət məhkəməmizdən bir özümüzdən də keçirtməliyik. Buradakı həqiqətənmi budur, yoxsa bilmədiyim mövzular da var və insanların əksəriyyəti bu ictimai qınaq deyərkən, baxın, bizi izləyən tamaşaçıların əksəriyyəti ictimai qınaq deyərkən etika normalarını nəzərdə tuturlar. Bu etik normalardır və o etik normalar, mədəniyyət, bu hansı ki etika normaları var, o heç vaxt müzakirəsiz hamı qəbul etməlidir onu. Özünü küçədə aparmaq qabiliyyətindən tutmuş, canlılara şiddət göstərməməkdən tutmuş, yol hərəkəti qaydalarına riayət etməkdən tutmuş, küçələrə zibil atmaqdan tutmuş. Bu ictimai qınağın bu məşğul olacağı yerlər deyil. O artıq etika normalarıdır. Bir mənalı şəkildə qəbul olunmuş olmalı. Bir mənalı şəkildə, yəni onun müzakirəsi belə gedə bilməz. Cəmiyyətin istiqaməti, daha qlobal mövzular, məsələn, hansı ixtisas bizim ölkədə daha azdır, o ixtisasa uyğun yetişdirmək üçün billboardlar, kütləvi informasiya vasitələri, çağırışlar, universitetlərin gəldiyi nəticələr, qərarlar ictimaiyyətə verilməlidir ki, gənc nəsil nəyə can atsın? 5 ildən sonra bizim ölkəmizdə hansı ixtisasa ehtiyac var? Məsələn, mən bunu götürürəm ictimai qınaq dərkən, bu xırda, bu bəsit məsələlər etika normalarıdır və hər bir valideynin evdə məşğul olacağı bir öhdəlikləri vardır ki, təbiət sənin üzündür, sən üzünü çirkləndirə bilməzsən. Sən heç özün qarışıq, heç bir canlıya şiddət tətbiq eləyə bilməzsən. Bu etik normadır. Bir mənalı surətdə mən belə Amma həm də Gülşən xanım, Elnur da bayaq vurğuladı. Sosial medianın gücü danılmazdır. Biz görürük onun gücünü. Və Elnurun dediyi kimi müsbət məqamlar da var. Hansı ki, hansısa bir haqsızlıq olur, ədalətsizlik olur. Sosial mediada bu mövzuya diqqət çəkilir. Məsələn, qısa zamanda öz əlini tapır. Amma hal-hazırda aktual olduğu üçün, təsir gücü çox olduğu üçün, dediyiniz kimi, gündəmə sərf edəcək mövzular, trendə düşəcək mövzuları ictimai müzakirə, ictimai qınaq altında kütləyə təqdim edilir. Bəli, məqsədyönlü şəkildə təqdim edilir. Ailə daxili şiddət olsun, qadınlarla bağlı mövzular, qadınların təhsilləri, peşələri ilə bağlı mövzuları ictimai müzakirədir, ictimai qınaqdır. Məqsəd isə qısa belə videolar başlığı altında trendlərə düşməkdir. Bu da insanlarda yanlış bir fikir yaradır. Və yaxud nəsə paylaşırlar, sonra qayıdırlar ki, fikirlərinizi şərhlərdə gözləyirəm, şərhlərdə yazın və artıq qınaqlar orada başlayır, mübarizə orada başlayır, tənqidlər orada başlayır, təhqirlər orada başlayır
artır və ona görə də baxırsan ki, Adı olur ki, ictimai qınaq, ictimai müzakirəyə yol açır. İctimai Bəli. müzakirə deyil, bu məqsədyönlü eləmiş xüsusi qurumlar var. Hətta bütün günü sosial şəbəkələrdə təkliflər gəlir. Səhifəniz yüksəldilməsi, Bəli, bu bəli, səhifənizin bəli. aşağı düşməsi, bunlar bilirsiniz müvəqqətidir. Bu diqqətimizi, enerjimizi, insan olaraq bu qazandıqlarımızı gəlin ora xərcləməyək. İctimai qınağa səbəb olan məsələlər bizim sağlamlığımızla bağlı olsun, dünya görüşümüzlə bağlı olsun, inkişafımızla bağlı olsun, uzun ömürlülüklə bağlı olsun ki, niyə görə insanlar məqsədyönlü surətdə ömürlərini uzada bilərlər, bunu eləyə bilərlər. Gəlin belə çağırışlar edək. Orada qınanılası söhbətləri, məsələləri ortalığa çıxardaq ki, nə idi ziyan vuran məsələlər? Məsələn, mən belə qloballıqları görməkdən çox məmnun olaram. Dediyiniz kimi ümumbəşər mövzuları dünyaya, insanlığa, cəmiyyətə, yaşadığımız şəhərə bir təsir olacaq və ən əsas da çox xoşum gəldi Gülşən xanım. Bəlkə də növbəti illərdə, növbəti 5 illərdə bizim gənc olaraq, valideyn olaraq, bir zaman məktəbli tələbə olaraq üzləşdiyimiz problemləri irəliki nəsil yaşamasın deyə ictimai qınaq formalaşdıra bilərik. Hansı ki, müəyyən bir ədalətə, müəyyən bir dəyərə dayanacaq və əminəm ki, inşallah bunu bacaracağıq. məsləhətə, müdaxiləyə yox deyirik. Buyurun, Bəli, son olaraq. və hər birimiz də bununla bağlı məsuliyyət daşıyırıq. Bir zərrəcik kimi özümüzü bəzən hiss etsək belə, dama-dama göl olar deyirik. Hər birimiz öz məsuliyyətimizdən yola çıxsaq, düşünürəm ki, el bir olsa deyir, dağ oynadar yerindən. Əzizimiz, dəyərlimiz, klinik psixoloq Gülşən Rüstəmova bizimlə bərabərdir. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyiniz üçün. Xoş oldu sizi görmək və bu mövzunun müzakirəsini sizinlə aparmaq. Təşəkkürlər, bir daha minnətdarım. Mən təşəkkür edirəm.